Herkese salamlar. Bu gün mən sizə içinizdəki potensial canavarı ortaya çıxartmaq üçün lazım olan qaydalara başa salmış olacağam. Amma ilk öncə mən sizə bir xəbər vermək istəyirəm. Demək olar ki, bundan bir həftə əvvəl mətbəx soslar satan bir insanı mənə öz Instagram hesabını idarə etməyimi istədi və mən də bunu qəbul etdim. Hələ ki heç bir nəticəm yoxdur və hələ ki yavaş-yavaş postlar və yaxud da reelslər, videolar paylaşıram və yavaş-yavaş burada irələdikdən sonra bilmirəm, artıq sizə nəticələri göstərməyə çalışacağam və ümid edirəm ki, hər şey yaxşı olacaq. Çox adam öz zəifliklərini görmək istəmir. Çünki əgər ki, bir insan öz zəifliklərini görərsə, öz zəif cəhətlərini görərsə, o insan üçün düzdür, pis bir şeydir. Amma bu çox faydalı bir şeydir. Çünki əgər ki, bir insan öz zəif cəhətlərini görməsə və bu zəif cəhətlərini yaxşılaşdırmaq istəməsə, bunun üzərində çalışmaq istəməsə, inkişaf etməsi daha da çətinləşər və o istədiyi hədəfləri reallaşdırması isə önündə bir çətinlik yaratmış olar. Və bunun qarşısını almaq üçün isə mən sizə bir nümunə göstərəcəm. Tutaq ki, bir insan səhər tezdən oyanır və idman etmək istəyir. Amma yenə də o rahatlığı seçir və yatağında uzanmağa davam edir. Burada həmin insanın içindəki o ayağa qalxıb idman etmək istəyi boş bir istək deyil və əslində həmin o insanın bu fəaliyyəti reallaşdıra biləcəyinə dair bir potensialın işarəsidir. Və əgər ki, siz də eyni anı yaşayırsınızsa, eyni vəziyyətdəsinizsə, elə biləcəyiniz ən gözəl şeylərdən biri xarici tərəfdən gələn səsləri bağlayıb, sadəcə içinizdəki olan o istəyi, o səsi dinləyib, tez bir zaman hərəkətə keçməkdir və hədəflərinizi reallaşdırmaq üçün hər gün çalışmanızdır. Və mənə görə də ən gözəl motivasiyalardan biri hər gün 1% inkişaf etməkdir. Çünki 1% inkişaf etmək əslində kiçik görsənə bilsə də, bu əslində böyük nəticələr gətirib çıxardan bir vərdişdir. Hər gün bir səhifə kitab oxumaq, hər gün bir səhifə yazı yazmaq və yaxud da hər gün 30 dəqiqə idman etmək, düzdür, bunlar kiçik kimi görsənə bilər, kiçik bir irəliləyiş kimi görsənə bilər. Amma buna hər gün davam etdirərək böyük nəticələrə gəlmək mümkündür. Mən özüm də hər gün bir səhifə kitab oxuyuram və yaxud da 30 dəqiqə idman edirəm və yaxud da cürbəcür inkişaflarım üçün cürbəcür fəaliyyətlər edirəm və hər gün bunu davam etdirərək bunu möhkəm bir vərdiş halına gətirirəm. Və əgər ki, siz də eyni vəziyyətdəsinizsə, yəni hər gün 1% inkişaf edirsinizsə, hər gün kiçik-kiçik addımlar atırsınızsa, sizə bunu söyləmək istəyirəm ki, bu əslində gələcəkdə sizə böyük bir nəticə gətirən bir vərdişdir. Və mən buradan sizə söyləmək istəyirəm ki, rahatlıq zonası hədəfi olan bir insan üçün ən böyük düşmənlərdən biridir. Çünki rahatlıq zonasında olan bir insan heç vaxt inkişaf etmir və hər gün təhlükəsiz şeylər etdiyinə görə, məsəl üçün, sosial mediada hər gün vaxt keçirdiyinə görə və yaxud da hər gün boş-boş vaxt sərf elədiyinə görə, yəni düzdür, bunlar təhlükəsiz kimi görünə bilər. Amma bunlar hədəfi olan bir insan üçün ən böyük düşmənlərdən biridir. Çünki burada siz bu eyni fəaliyyətləri təkrar eləyərək, hər gün bunu təkrar eləyərək, siz heç bir risk görmürsünüz. Amma sizin içinizdəki o səs, yəni içinizdəki o potensial canavar sizi risk almağa məcbur edən bir istəkdir. Əgər ki, sizin içinizdə yenə də hələ də idman etmək istəyi varsa və yaxud da ağlınızdakı o işi qurmaq istəyi varsa və yaxud da müxtəlif çalışmalar etmək istəyi varsa, o səsi susturmayın. Əksinə, o səsi dinləyib hərəkətə keçməniz lazımdır. Və sizə bunu da söyləmək istəyirəm ki, disiplin motivasiyadan qat-qat üstündür. Çünki motivasiya gəlib keçici bir istəkdir. Tutaq ki, siz rahatlıq zonasında yenə də telefona çox baxırsınızsa, birdən idman etmək istəyi gəlir. Bu əslində motivasiyadır, yəni gəlib keçici bir motivasiyadır. Amma əgər ki, siz hər gün bu şeyi davam etdirirsinizsə, yəni motivasiyanız olmasa belə, siz planlı şəkildə hər gün eyni vərdişi davam etdirirsinizsə, sizə faydalı olacaq eyni vərdişi davam etdirirsinizsə, bu əslində sizdə möhkəm bir disiplin yaradacaq. Ona görə də sizə söyləmək istəyirəm ki, siz inkişaf etmək istəyirsinizsə, motivasiya yox, disiplin yaratmalısınız. Motivasiya bir insana gəlib keçici bir hissdir, amma disiplin isə o insan öz qərarları nəticəsində yaranan bir şeydir.
Ona görə də əgər ki, siz hədəflərinizi reallaşdırmaq istəyirsinizsə və hər gün sıxılmadan çalışmaq istəyirsinizsə, siz motivasiya yox, disiplin axtarmalısınız. Və sizə bunu da söyləmək istəyirəm ki, möhkəm bir disiplin yaratmaq üçün bəhanələri yox etmək lazımdır. Çünki bəhanələr beynin qoruma sistemidir. Siz bir çətinliklə qarşılaşdıqda, yəni hədəflərinizi irəliləyə yolda bir çətinliklə qarşılaşdıqda, beyin tez bir zamanda rahatlıq yeri axtarır və o çətinlikdən qaçmaq istəyir. Amma əgər ki, siz bu bəhanələri yox etsəniz və bu çətinliklərin üzərinə getsəniz və inkişaf etsəniz, sizdə çox böyük bir dəyişiklik yaranacaq. Ən böyük bəhanələr isə məhz sabah edərəmdir. Çünki siz əgər ki, rahatlıq zonasındasınızsa və hər gün videolar izləyirsinizsə, amma birdən ağlınıza idman etmək istəyi gəlirsə, yeni keçici bir motivasiya gəlirsə, amma yenə də siz bir bəhanə axtarıb sabah edərəm deyirsinizsə, bu əslində sizi rahatlıq zonasında saxlamağa çalışan bir aldatmacadır. Ona görə də siz əgər ki, heç olmasam keçici bir motivasiya hissi gəlirsə beyninizə, yəni tutaq ki, idman etmək və yaxud da çalışmaq hissi gəlirsə, tez bir zamanda hərəkətə keçin. Və bunu hər gün davam etdirsəniz, böyük bir möhkəm bir disiplin yaratmış olacaqsınız. Və bu həqiqətən də reallıqdır. Və sizə bunu da söyləmək istəyirəm ki, siz yavaş-yavaş çalışmalara başlasanız, artıq motivasiya yox, disiplinlə çalışmağa başlasanız və artıq içinizdəki potensialı canavarı oyatırsanız, burada əslində ən böyük düşməniniz məhz sizin əvvəlki vəziyyətinizdir. Tutaq ki, siz indi TikTokda videoları izləyirsiniz və artıq rahatlıq zonasındasınız. Amma sabahdan bir qərar verib, hədəf seçirsiniz və o hədəf üçün çalışırsınızsa, sizin ən böyük düşməniniz sizin dünənki vəziyyətinizdir. Və siz həmin o vəziyyətə baxdığınızda daha çox motivasiya alırsınız və burada artıq siz motivasiya ilə yox, disiplinlə çalışmış olursunuz. Çünki burada sadəcə siz öz qərarlarınızla çalışırsınız, bir istəklə yox. Və məncə də siz artıq disiplinin nə demək olduğunu anladınız. Və sizə son bir şey də söyləmək istəyirəm ki, ən uğurlu insanlar əslində hədəfi olan insanlar deyil, hər gün davamlı edən insanlardır. Yəni qərarlı olan insanlardır. Dünyada bir çox insan hədəfi var və onlar hədəfləri üçün çalışırlar. Və bəziləri yorulub dayanmaq istəyəndə isə, siz əgər ki, davamlı şəkildə, qərarlı şəkildə çalışırsınızsa, siz onlardan daha çox gözəl nəticə əldə edəcəksiniz. Və burada da sizə söyləmək istəyirəm ki, əgər ki, mənim bu videolarım sizin üçün faydalı oldusa, kanala abunə olub digər videoları da izləmənizi tövsiyə edirəm. Sağ olun, özünüzə yaxşı baxın.